Salam, əziz izləyicilər, kanalımıza xoş gəlmisiniz. Abunə olmağı unutmayın. Pensiyalarla bağlı qaydalarda yeni dəyişikliklər edilib. Nazirlər Kabineti sığorta pensiya sisteminin təkmilləşdirilməsi, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi sahəsində növbəti addım kimi əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası əndə dəyişiklik edib. Ailə başçısını itirməyə görə pensiya təyinatı zamanı ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının nümayəndəsinin arayışı tələb edilməyəcək. Vaxtilə kolxozda çalışmış şəxslərin sığorta stajı hesablanarkən əmək kitabçasında əmək iştirakı günü, minimum əmək günü qeydinin olması tələb edilməyəcək. 1 iyul 2017-ci ilədək 20 təqvimi xidmət ilindən çox xidmət etmiş hərbçilərə həmin vaxta qədər 20 ildən yuxarı göstərilmiş xidmətin hər il üçün təminat xərcliyinin 3% qədər əlavə hesablanacaq. Pensiyaların minimum məbləğə çatdırılması, indeksləşdirilməsi və maddi yardımın əvvəlki ildə ödənilən pensiyanın tərkibinə daxil edilməsi eyni tarixdə olarsa, hesablamalar aşağıdakı ardıcıllıqla yerinə yetiriləcək. Pensiya minimum məbləğə çatdırılacaq, maddi yardımın bir aya düşən hissəsi pensiyanın tərkibinə daxil ediləcək, pensiya indeksləşdiriləcək.